bu videomuzda 2 Mart ve 9 Mart tarihlerinde 1. ve 2. zon olarak 11. sınıfların buraxılış imtahanlarına düşen riyaziyyat testlerinin mövzuatlarını qeyd edeceğim. Bu hissədə diqqətli olun. 6 aprel tarixlərində kimlər imtahan verəcəklərsə eyni mövzular altında suallar tərtib olunacaq. Çünki hər 3 imtahan modeli bir proqram çərçivəsində hazırlanıbdır. Hər biri buraxılış proqramına əsasən qurulub. Ona görə də diqqətli şəkildə axıra kimi izləyin. 6 aprel tarixində də eyni bu mövzulardan imtahan sualları tərtib olunacaq. Çox vaxt itirmədən birinci növbədə 2 Mart tarixində düşən riyaziyyat testlərinin mövzuatlarını qeyd etmək istəyirəm. Birinci sualımız tam cəbri ifadələr, çox ədlər, müxtəsər olma düsturlarına aiddir. Növbəti çevrə, daha sonra 63 nömrəli misal bərabərsizlik, 64 trigonometrik tənliklər, növbəti ehtimal, kvadrat köklər, fəzada düz xəttlər, müstəvilər, natural ədədlər, daha sonra fırlanma cisimləri onun içərisində kürəyə aid bir misaldır. 70 nömrəli misal tənasübə aiddir. 71 ardıcıllıqlar ədədi silsilə həndəs silsilə olaraq qeyd edə bilərsiniz. 72 nömrəli misal vektorlarda skalyer asid. Növbəti misalımız kompleks ədədlərə aiddir. Loqaritmik funksiyalar, çoxüzlülər. Daha sonra təkrar olaraq müxtəsər umur düsturlarına, rasional kəsrlərə aid bir misaldır. Üslü tənliklər, bərabərsizliklər, trigonometrik funksiyalara aid bir misal və açıq suallardan da statistikaya aid bir gözəl bir misalımız vardı. Düz bucaqlı üçbucaq kvadrat. Növbəti misalımız çoxluqlara aid nisbətən çətin səviyyəli misaldır. Daha sonra dörd bucaqlardan trapesiya və rombla əlaqəli bir gözəl bir misal var idi. 84 nömrəli misal krateri məsələsi və sonuncu olaraq 85 nömrəli misalımız funksiyalara aid olan gözəl bir misaldır. Bunlar 2 Mart tarixində düşən riyaziyyat testlərinin mövzuatları idi. Bu videomuzda sadəcə olaraq hər iki imtahan düşən mövzuatlarını qeyd edirəm. Növbəti videomuzda artıq hər iki zonaya düşən imtahan testlərini müqayisəli şəkildə işləyib göstərəcəm. Görək hansı zonada imtahan testləri çətin tərtib olunmuş, hansılarında rahat tərtib olunmuşdur, hansı mövzulara aid olan testlər birinci zonada rahat, ikinci zonada çətin və yaxud da tərsi olmuşdur deyə biz geniş formada həmin videoda izləyəcəyik. Bu videoda sadəcə olaraq hər iki imtahanda olan mövzuatlarını qeyd edirəm. Çünki 6 aprel tarixində də eyni mövzulardan imtahan sualları tərtib olunacaq. Diqqətli şəkildə axıra kimi izləyin. İndi isə bu hissədə bir daha mən ümumiləşdirmə aparmaq istəyirəm. 9 Mart 2025-ci ildə ikinci zonla buraxılış imtahanına riyaziyyat fənninə aid olan testlərin mövzuatları. Birinci misalımız çoxluqlara aiddir. 62 nömrəli misalımız çox ədli, həqiqi ədədlər, kvadrat köklər, faiz, ədədi silsilə, ardıcıllıqlar, həndəs silsiləyə aid bir misaldır. Növbəti misalımız fırlanma cisimlərinə aiddir. Kürə ümumi şəkildə hərəkət oxşarlıqda qeyd edə bilərik. 68 nömrəli misalımız bərabərsizlik. Növbəti 69 nömrəli misalımız fəzadi düz xəttlər, müstəvirlər. 70 nömrəli misalımız paralel köçürmə. Növbəti testimiz çox bucaqlara aiddir. Daha sonra loqaritmik funksiyalar, trigonometrik funksiyalar, həndəsənin əsas anlayışları, kompleks ədədlər, əsas trigonometrik eyniliklər, üslü tənliklər, müxtəsər vurma düsturları, çox həddi, rasional kəsrlər, tam cəbri ifadələr və açıq tipli misallarımızda məsələ həllinə aid bir misal vardır. Düz bucaqlı və daxilində verilən düz bucaqlı üçbucağa aid, orada proyeksiyaya aid bir sualdır. Növbəti 81 çox çətin səviyyəli ehtimala aid bir misal var idi. 82 nömrəli misal çevrə, 83 nömrəli misalımız çox üzvlərə aiddir. 84 nömrəli misalımızda tənliklər sisteminə aid bir misaldır və sonuncu olaraq hər iki zonada 85 nömrəli misalımız funksiyalar və qrafiklərə aid olan çətin səviyyəli misallar düşmüşdür və bununla da artıq hər iki zonaya düşən imtahan testlərinin mövzuatlarını qeyd elədim. Sizlər də mütləq şəkildə 6 aprel tarixlərində bu mövzulardan imtahan suallarını gözləyin. Diqqətli şəkildə bu mövzuların suallarını işləyin ki, orada düşən sualları rahatlıqla yaza biləsiniz. Və son olaraq bunu da qeyd edərək videonu yekunlaşdırmaq istəyirəm. Ümumi şəkildə hər iki imtahan testlərini incələdik. Belə qərara gəldim ki, bu il keçirilən imtahan testləri nisbətən çətin formada salınıbdır. Ona görə də bundan sonra keçiriləcək 6 aprel və 9-cu siniflərin 1-ci, 2-ci, 3-cü zonu olaraq buraxılış imtahanlarına diqqətli şəkildə möhkəm formada hazırlaşın ki, imtahanlara düşən bütün sualları asan bir formada həll edə biləsiniz. Növbəti videomuzda artıq hər iki zonaya düşən imtahan testlərini müqayisəli şəkildə işləyəcəm. Sizlər də görəcəksiniz ki, hansı misallar birinci zonada rahat düşüb, hansıları çətin düşüb, ikinci zonada hansıları rahat düşüb, hansıları çətin düşüb və birinci zonada olan mövzular hansılar ikincidə yoxdur, ikincidə olanlar birincidə yoxdur. Onların da testlərinin ümumi səviyyələrini biz müqayisə eləyəcəyik. Ona görə də mütləq şəkildə izləmədə qalın. Növbəti videolarda görüşənədək sağ olun, salamat qalın.